Hər vaxtınız xeyir, Salam Radio 93 FM dinləyiciləri. Qarşıdakı bir saat ərzində Upside Radio dalğalarına rəng qatmağa gəlir. Və bugün tək deyiləm, Sportalas saytının jurnalisti Mir Bağırağa Cəfərli mənimlədir, bizimlədir. Salam, xoş gəlmisən Mir Bağırağa. Xoş gördük Günay. Azərbaycan milli komandasıdır günün mövzusu. 2 oyun keçirildi Belarus və Haiti milli komandalarına qarşı. Haiti milli komandasına 0-3 hesabla, Belarusa qarşı oyunda isə 0-2 hesabla yığma komandamız məğlub oldu və bu qarşılaşmalar Fernando Santus'un Azərbaycan milli komandasında ilk yoldaşlıq görüşləri də oldu. Beləliklə, Santus'lu yoldaşlıq görüşləri Azərbaycan milli komandası üçün necə keçdi? Həm Haiti, həm Belarus'un oyunda çox təəssüflər olsun ki, xüsusi bir nəsə bir görmədik. Əslində, həm qısada şərh vermiyorlar, həm də geniş şərh versə gərək hər xırdalıqlara varaq. Amma açığını demək lazımdırsa, mən Haiti'nin oyundan qabaq da milli komandamızın uğurlu nəticə qazanacağına inanmırdım. Çünki geridə qalan o oyunlarda milli komandamız nəsə bir şey ümid vermədi bizə. Tez bir keçid eləyəcəm. Fernando Santus'un fikirləri oyun sonrası, Belarus'la oyundan sonra verdiyi mətbuat konferansında dediyi fikirlər həqiqətən də heç cürə, əslində hamısının bir cavabı var idi. Qarşı tərəf olaraq cavab verə bilərdi, amma o polemika açmaq yeri deyil, yəni mətbuat konferansıdır. Məsələn, ona verilən suallara bildirir ki, məsələn, mən il yarımdır buradayam. Yəni nələrsə eləyəcəm də hələ. Amma yəni il yarım ərzində sən nəyi gözləyə bilərsən? Nəsə bir qığılcım varsa, nəyəsə ümid varsa, yəni gözləyə bilərsən ki, hə, lap 5 ildə gözləyə. Amma Azərbaycan milli komandasında heç bir ümid, yəni Fernando Santus'un gəlişindən sonra ümumiyyətlə heç bir ümid yoxdur. Olan ümid də ölüb. Baxmayaraq ki, ümid də sonunda ölür, amma o ümid öldü məncə. Yəni oyun yoxdur. Bu ümidin ölməsinə futbolçular səbəb olur, yoxsa baş məşqçi? Mən futbolçularımızın keyfiyyətinin də çox yüksək səviyyədə olduğunu deməzdim. Amma bundan əvvəl o yalançı 5 qələbə var idi Gianni Di Biase'nin vaxtına qazandığımız. Ən azından yoxlama görüşündə qazanırmışıq onu. Artıq o da yoxdur. Artıq biz D divizyondayıq. Yəni bu onu göstərir ki, Fernando Santus'da hamısı burada bir-birinə bağlıdır. Futbolçular, AFFA, Fernando Santus hamısının bir-birinə bağlılığı var. O Fernando Santus'un gəlişindən sonra ümumiyyətlə milli komandamız geriyə gedir. D divizyondayıq, oyun yoxdur, qol vura bilmirik. Haiti ilə oyunda ola bilər, yəni bizim özümüzdə də var xalq olaraq, biraz futbol ictimaiyyəti olaraq da, yəni bu söhbət futboldan gedirsə, futbol ictimaiyyəti deyim. Ruhdan düşmə yox. Məsələn, Haiti millisinə çox yuxarıdan aşağı baxırdıq. Mən elə fikirləşirəm, bu millətin psixologiyasını tam oxumaq üzrə bir alim deyiləm, amma mən elə hesab edirəm ki, məncə bu Haiti millisinə yuxarıdan aşağı baxmaq da deyildi. Artıq o qədər biz azarkeşlər təngə gəlmişlər ki, bu nə vaxt milli komanda qalib gələcək. Qalib gəlməməyin verdiyi bir necə deyim, qıcıq idi mi belə düşünürdülər, amma təbii ki, Haiti millisi hücum xətti çox güclü idi, amma müdafiə xəttində gördük ki, epizodlar verirdilər. Təəssüflər olsun ki, yəni bunu eləyənmədik. Yəni keyfiyyət, futbolçuların keyfiyyəti də imkan vermir ki, biz nələrsə eləyək. Belarus millisinin oyunçularının, yəni gördünüzsə siz, oyunu çox yaxşı səviyyədə keçirdi Belarus millisi. Futbolçular yəni nə etmək istədiklərini bilirdilər, amma Azərbaycan millisinin futbolçuları nə etmək istədiklərini bilmirdilər. Santus bəs nə eləmək istədiyini bilirdimi? Çünki birinci oyunda start heyətinə baxsaq, elə bir böyük dəyişiklik yox idi. Baxmayaraq ki, ya aşağı liqadan futbolçu cəlb eləmişdi. Yəni əvvəlki oyunlardan müqayisədə də. Bəli. Lakin ikinci oyunda artıq fərqli bir start heyət buraxdı meydana. Sanki özü də tam əmin deyil nə elədiyindən. Bayaq tez keçid eləyəndə o yadımdan çıxdı, onu da bildirmək istəyirəm ki, Fernando Santus il yarımdır buradadır. Haiti ilə oyundan sonra bildirdi ki, biz hücum futbolu oynayamırıq, Belarus'la oyunda müdafiə futbolu oynayacaq. Bu adam il yarımda futbolçuların nəyə qadir olduğunu bilmirsə, belə yaxşı kişi yoxdur. Yəni oyunlarda jurnalistlərə bir nə qədər sərt sual versən, məsələn Gianni Di Biase kimi deyil. Gianni Di Biase də bir İtalyan idi, ona görə ola bilər emosionalda, amma Fernando Santus'da həqiqətən bir ağsaqqal tipi var. Amma ki, hatırlamıram, Gianni Di Biase ilk zamanlarda bu cür reaksiya göstərirdi. Sonradan bəli. Bəlkə Santus'un da qarşıdakı aylarda. Santus'da artıq Santus'da başlayıb da. Amma səbri tükənməsə də Gianni Di Biase'ni yazaram ki, İtalyanlığına yazaram, dərhal emosionalıydı, amma Santus'da aşağı yuxarı, yəni Gianni Di Biase'nin ssenarisinə gedir. Öncə bildirirlər ki, yəni
iş görəcəyik, bura gəlməmişdən izləmişəm, hər şey yaxşı olacaq. Bir müddət sonra deyirlər, görürlər ki, bəlkə də izləməyiblər, yalana bir-iki oyuna baxıblar. Sonradan yavaş-yavaş dərk edirlər ki, bu milli ilə çox çətindir. Tək milli yox, yəni bu Azərbaycanda bu futbolda altyapı yoxdur, nə bilim bu stadionsuzluqdur, belə deyək. Yəni bununla çox çətindir. Artıq başladılar futbolçuları günahlandırmağa. Daha sonra bəhanələr çox tapırlar. Yəni Fernando Santos Avropa çempionudur, amma Avropa çempionuna xas olmayan açıqlamalar verir. Son mətbuat konferansları həqiqətən yəni nağıla bənzəyir. Doğrudan nağıla bənzəyir və mənim üçün biraz qızıq deməyim də, biraz belə qəribə gələn odur ki, Avropa çempionu bu dərəcədə bəsit açıqlamalar verməməlidir. Sən də mətbuat konferansındayında bildirir. Biz epizodlar yaratdıq, oyuna qələbə üçün çıxdıq. Toral'ın epizodu var idi, o olmadı. Daha sonra Belarus gəldi, gol vurdu. İkinci isə yenə oyunu. Sənə kim deyir ki, bu ardıcıllığı danışır. Yəni oyunun ssenarisini elə bir jurnalist olaraq şərh edir ki, bu sağ cinayətə ötürmə verdi. Buna nə dəxli var? Biz sənə səbəbi soruşuruq ki, nəyə görə məğlub oluruq? Sən özü də bilirik ki, Toral Bayramovun epizodu vardı, gol olsaydı, yəni 1-1 ola bilərdi. Sonra o epizoddan sonra bu nə bəsit açıqlamadır. Olsaydı, nə bilim, vursaydı, fakt nə oldu? Belarus gəldi, 2 dənə gol vurdu, getdi. Sən 2 oyuna bu sahələr var ha, onların heç biri reallaşmadı da. Yəni 2 oyundan 2 oyuna 5 gol buraxdıq. Heç olmasa 1 gol. Yəni özü mən sənə deyim, Günay, yəni Azərbaycan millisi həqiqətən də, yəni sənin üçün mənim hər birimizin ürəyidir. Biz bunları deyirik ki, yəni yaxşı olaq deyən, nə bilim onun üçün deyirik də, yoxsa Azərbaycan millisinə kim, yəni bezə bilər ki, orada bayrağımız var, orada himnimiz səslənir. Bu bizim üçün bir nömrəli komandadır. Hər bir klubdan da önəmli bir kollektiv elə bizim milli komandamız. Sadəcə bildirirlər ki, yəni epizod yaratdıq. Hansı epizod? Bir dənə 100%-li, bir yox, 2 deyim sənə. 100%-li təhbətə bir epizod xatırlayırsan. Həm Mahir Əmrəli keçdi, Fərdi Ustalı saytında yaxşı bir zərbə vurdu. Nə bilim, belə yəni 100% ay çərçivəyə dəydi top, dəhşət. Elvin Cəfərquliyev təhbətə çıxdı. Yəni ona bravo düşür ki, yəni epizodda oradaydı. Yəni topu hara vurdu, göyə vurdu. Yəni belə bir epizodlarımız da yoxdur ki, ən azından deyək ki, daha çox millətin, yəni xalqın, azarkeşlərin, futbol ictimaiyyətinin narazı olduğu məqamda odur ki, məğlubiyyət Azərbaycan millisi olsa həmişə məğlub olurdu. Bu demək deyil, biz həmişə də məğlub olmalıyıq. Yox. Yəni işlər görmək lazımdır ki, bu məğlub düşüncədən də çıxaq. Amma ən azından mübarizə aparmaq. Heç bir mübarizə yoxdur. Ən azından epizoda girmək ki, yox, keyfiyyət satmalıdır ki, o epizodu vurasan. Qarabağ necə elədi məsəl üçün? Bu sezonda, yəni vicdanla danışmaq lazım. Mən öz adıma deyirəm. Yəni pis oynamadı Qarabağ. Ən pis oynadığı, bəlkə də ən belə deyək, Qarabağ xas olmayan oyun Norveçdə idi. O da Bodo Glimti uddu. Halbuki orada özünə bənzəmirdi. Amma digər oyunlarda nə qədər epizodlar vardı? Malmö, Tottenham. Amma nə oldu? Keyfiyyət satmalı ki, onları vursun. Amma sən indi gəl məsələn denə ki, Qarabağda işlər pisdir. Qarabağın oyunu yoxdur. O biraz düz deyil. Ola bilər transfer siyasətində bəlkə düzgün eləmirlər və yaxud harasa çatışmazlıq var, okey. Amma Azərbaycan millisinə Qarabağı eyniləşdirmirəm. Orada legionerlər daha çox dominantlıq eləyir Qarabağda. Amma yəni epizod mənasında deyirəm ki, oyun mənasında daha doğrusu deyirəm ki, oyunumuz olsa, epizodlarımız olsa, deyərik ki, yox da zamanla hər şey daha yaxşı olacaq. Amma o zaman var, yəni gələcəyin daha yaxşı olmağını düşünmək üçün proqnoz vermək lazım. Biraz məntiqli düşünmək lazımdır. Yəni məntiqli düşünəndə məsələn şəxsən mən fikirləşirəm ki, yəni həqiqətən deyirəm, həm Haitinin oyunda fikirləşirdim uzacıq, Belarusun oyunda da fikirləşirdim uzacıq, amma bəlkə bir heçsə bəlkə eləyərdik, barizlik bir geri dönüş yəni geri dönüşə görə nəsə eləyə bilərdik, o da olmadı və gedişat onu göstərir ki, yəni heç nə dəyişən deyil. Çox təəssüflər olsun ki, dünya çempionatı seçim əvəzəsində də bizi çox ağır oyunlar, çox çətin oyunlar və ümid elə yaxşı olacaq, amma ümid eləməyin bir yeri yoxdur. Seçmə mərhələ oyunları barədə danışacağıq ki, Santuş bu yoldaşlıq qarşılaşmasından sonra nələr edəcək? Böyük ehtimalı yayda da yoldaşlıq qarşılaşmaları keçirəcək. Bəli. Bu heyətlərdən sonra iki fərqli heyət gördük. Haiti ilə oyunda və Belarusla qarşılaşmalarda. Fernando Santuşun bəs seçimləri necə olacaq dünya çempionatında? Yəni gənc futbolçularımıza daha çox şans veriləcəkmi, yoxsa bir uzun müddətdir ki, uğur qazana bilmədiyimiz, ən azından meydanda mübarizə apara bilmədiyimiz futbolçularımızla yenə çıxacağıq? Məncə indi Fernando Santuşun özü də yəni o da çətin durumdadır. Ya sıfırdan başlamaq lazım idi. Heyəti bu məsələn Səbuh Abdullazadə olsun, digər gənc futbolçularımız da yəni onlardan Xəyal Əliyev, yəni onlardan ibarət bir heyət qurmaq lazım idi. Elə deyək də, yəni artıq
o mübarizə apara biləcək, uzun müddət ki, aşağı-yuxarı milli eyni futbolçular çağırır. Onlar bir nəticə verə bilmirsə, bir nəticə yəni mübariz xarakter göstərə bilmirlərsə, yəni onlar da məncə artıq yollar ayrılmalıdır. Yeni futbolçular cəlb olunmalı idi. Elə sıfırdan başlamaq lazım idi. Təəssüf ki, bu sıfırı hardasa Belarusla oyundan başladı. Amma Belarusla oyundan sonra bir də millimiz nə vaxt toplanacaq? Yəni çətindir o futbolçuların bir yerdə nəsə eləmək. Bir də futbolçu seçimləri, yəni seçmə mərhələsi, dünya çempionatı seçmə mərhələsinin oyunlarında Santuşu daha ağır bir iş gözləyir. Çünki Premyer Liqada legioner limiti yığışdırılacaq. Legioner limiti yığışdırıldıqdan sonra bu futbolçulara kim şans verəcək oynamaq üçün? Bu futbolçular xaricə gedə biləcəkmi? Bu futbolçuları hansı xarici klublar istəyəcək? Yəni çox çətindir həqiqətən də. Santuşun işi yəni çətin olacaq. Amma bir şeyi anlamadım. Bu ikinci oyunda gənclər adətən belə olur da, yəni milli komandalarda belə olur. Birinci oyuna hardasa biraz optimal heyətlə çıxırlar. İkinci oyuna yəni dalbadalsa 3 gündədirsə daha çox oynamayan futbolçular çıxırlar. Amma yəni nə bilim, məncə yenə futbolçularımız var, dəvət eləmək olardı. Hə desən ki, gəlib həmin futbolçular nələrsə eləyəcəkmi, yəni amma eləməyəcəkdi, amma istənilən halda məsələn kənarda qalan futbolçular vardı. Yəni bunu ona görə demirəm ki, yəni o futbolçular gəlsə yenə deyirəm millimiz qalib gələcək, amma niyə kənarda qalsın ki? Məsələn Qismət Əliyev niyə kənarda qalsın ki? Adam yəni bütün sezon boyu oynayır və pis də oynamır, komandasında kapitanıdır. Daha sonra məsələn Rüfət Abdullazadə, mən Rüfət Abdullazadənin milliyə niyə gəlməsini həqiqətən istəyirəm. Bizim milliyə necə futbolçu lazımdır? Bizim millidə nə sistem yarayır, nə bilim hazırlıq yarayır. Bizim milli komandamıza yoxdan var eləyən futbolçular lazımdır. Hansı ki bu futbolçular eləyə bilmir. Burada Haiti ilə oyundan əvvəl Vaqif Cavadovun sözünü yadıma saldım. Vaqif Cavadov demişdi ki, Azərbaycan milli komandasında oynayan futbolçular öz komandalarında lider deyirlər. Bizə lider olan futbolçular lazımdır. Nə olub bilər, yəni fikirdir deyib, amma həmin vaxtı məsələn Vaqif Cavadovun vaxtında bütün futbolçularıma lider olan futbolçular idi. Doğrudur, Rəşad Sadıqov vardı, Levin var idi, yanında oynayırdı, Vaqif Cavadov, Qara Qarayev, Maksim Medvedev, tam olaraq xatırlamaq istəyirəm. Yəni tam hamısı da öz komandalarının liderləri deyildi. Sadəcə doğrudan xarakter çox güclüydü o futbolçularda. Rəşad Sadıqov kimi kapitan vardı orada. Zülfət Abdullazadənin milli komandada doğrudan niyə görmək istəyərdim? O futbolçu fikir versən, yoxdan var eləməyə bacaran futbolçudur. Məsələn Səbail Neftçi oyunda heç də yaxşı işinə getmirdi. Bir ötürmə verdilər. Yəni əslində Avropa futbolçuları necə eləyir? Çəkdi. Bir epizodda yəni rəqib müdafiəsini tutdu, belə futbol eləsə, çəkdi solundan uzaq küncə, yəni möhtəşəm qol vurdu. Yəni mən milli komandada bu cür futbolçular görməyi çox istəyirəm həqiqətən. Yoxdan var eləyən futbolçular. Məsələn Belarusla oyun yaxşı getmir, elə bir epizod ola bilər. Heç yoxdan var eləyən futbolçular. Ona görə həm bu cür futbolçuları görmək istərdim milli komandada. Gələcəyi soruşuruqsa, gələcəyi danışırıqsa, amma gələcəkdə milli komandamızda mən fikirləşirəm elə aşağı-yuxarı eyni futbolçular oynayacaq. Çünki başqa bir futbolçular yoxdur. Amma yəni dediyim kimi legioner limiti götürüldüyəndə iş daha da çətinləşəcək. Bu futbolçular harda oynayacaqlar? Yəni Santuşu həqiqətən də çox çətin rəqiblər və çətin seçim, çətin iş prosesləri. Qorx ki, mən sənə deyim, yenidən milliləşdirilmə məsələsi bəlkə də gündəmə gəlsin. Bilmirəm, Zubir neçə ildir burdadır. Çünki yəni tam optimal formada olan yerli futbolçu tapmayacaqlar. Təxmin edirsən ki, Zubiri misal çəkirəm. Zubir inanmıram. Zubirin artıq yaşlı keçib. Amma yəni artıq neçə ildir Azərbaycandadır. Yəni çünki vəziyyət daha da çətinləşə bilər. Bu futbolçular hələ öz klublarında oynayır. Yəni milli komandanın durumu göz önündədir. Bu futbolçular yəni hamısı oynamayacaqlar. Böyük ehtimal oynamayacaqlar öz klublarında. Onda vəziyyət necə olacaq? Daha da vəziyyət gərginləşəcək. Böyük hesablı məğlubiyyətlər yenə də davam eləyəcək. Daha pis vəziyyət ola bilər. Misal olaraq deyirəm ki, bir də gördüm ki, yəni yenidən başladılar milliləşdirilməyə. Salam Radio 93 FM-də Əfsaydı dinləyirsiniz. Reklam fasiləmiz olacaq daha sonra. Buradayıq Əfsaydı. Dalğan dəyişməyin. Mirbağırğa, milli komandamızın Belarus və Haiti ilə qarşı oyunlarında, indiki halda Belarus milli komandasına qarşı oyununa nəzər salacağıq. Həmin görüşdə futbolçuların fərdi keyfiyyətinə baxsaydıq, əsas diqqət mərkəzində olan Zamiq Əliyev oldu ki, verilişimizdən əvvəl də Sportalar saytının müsahibəsini oxudum. Belarusla oyunda o səhvini də özü izah etmişdi, nə qədər üzgün olduğunu bildirmişdi.
hiss eləmək olur həqiqətən də nə qədər üzüldüyünü. Hətta o epizod yaşandığı anda, yəni top itirdiyi anda, yəni qol nəticələndə də nə qədər üzüldüyünü görmək olardı. Futbolçu da milli komandada İsveçlə oyunda da bu cür səhv eləmişdi. Aşağı yuxarı eyni səhv idi. Ola bilər yəni bir yəni milli təcrübəsi U21 yığmamızda oynayıb, amma A millidə yeni-yenidir. Ola bilər onun bir hardasa bir həyəcanı var. Yəni nə bilim, yəni bir adətən müdafiəçilərdə topu, yəni koridoru belə deyək, boş görəndə irəliləmək istəyirlər, amma təəssüf ki, yəni Belarus futbolçusu bunu oxudu və topu ondan oğurladı. Axırda da qapımıza qol nəticələndi. Yəni bir məsələ də o idi ki, Fernando Santos onu aşağı yuxarı 3-4 dəqiqə sonra deyəsən, ya 2 dəqiqə sonra əvəzlədi. Halbuki mətbuat konfransında Santos bildirdi ki, yəni Santos, yəni Zamiq Əliyevi qazanmaq lazımdır. Yəni ona dəstək olmaq lazımdır, amma həmin səhvdən sonra özü dəyişdi onu. Adətən belə olanda bəzən futbolçu özü istəyir, amma əgər səhvdən sonra baş məşqçi dəyişirsə futbolçu, mənə elə gəlir ki, bu futbolçunun özü üçün ikinci bir zərbədir. Amma məsələn Zamiq Əliyev müsahibəsində də qeyd edilib ki, ilk dəfə mənə şans verən Fernando Santosdur və ona təşəkkür edirəm inandığına görə. Sadəcə sırf məsələ Santosla bağlıdır ki, yəni özü mətbuat konfransında dəstək olmağımızı bildirdi Zamiq Əliyev, amma həmin səhvdən sonra bir müddət sonra dəyişdi onu Rəhman Daşdəmirovla. Nə bilim, milli komanda futbolçuların aşağı yuxarı səviyyəsi məncə eynidir ki, yəni ona görə bir-birinə müqayisə eləmək olmur ki, bu yaxşıdır, bu pisdir. Gənc futbolçularımız və belə bəxtsizlikləri və nəticədə də əslində biz media nümayəndələri də daha öncə tərifləyirdiksə, ondan sonra o səhvlərdən sonra tənqid edirik həmin futbolçuları. Neyniyək, nə edək? O əslində olmalı şey eləyirik. Yəni kimsə yaxşı oynayanda, xeyir verəndə, layiqli şəkildə oynayanda heç kim onu həmin vaxtda kimsə pisləyə bilərsə, nə bilim, hardasa qəbul olunmaya bilərdi, amma yəni hər şey heç nə düz getmir. Yəni millinin oyunu yoxdur. Milli istənilən nəticəni verə bilmir. Yəni qol vura bilmir. Yəni hər şey yaxşı, heç nə yaxşı deyil də. Yəni nə deyə bilərsən, nə danışa bilərik? Əgər bu dəqiqə milli komandamızın durumu yaxşı deyil, biz nə danışa bilərik ki? Ancaq gələcəyə ümiddən danışsaq, bu havaydan burada, yəni heç nədən 1 saatımızı üzr istəyirəm yola vermiş ola bilərik də. Gələcəyə ümidi əslində mətbuat konfransında Fernando Santos danışır. Vallahi yəni mən yenə deyirəm, mən ümid eləyirəm, mən çox inanmaq istəyirəm ki, Azərbaycan millisi Avropa çempionatına çıxsın, dünya çempionatına, amma o ümid görsənmir axı, bu nəyə əsasən? Həqiqətən o sual vermək istəyirəm. Amma o belə siyasi gedişlər ilə də belə ümumi danışır. Bunu Can Edebiyazı deyir, vaxtına Bert Foxa deyir. Biz nəyə əsasən axı ümid edə bilərik? Bəlkə Fernando Santos U21 milli komandasına bəlkə göz atıb və U21 milli komandasına ümidlidir ki, Ayxan Abbasovun rəhbərliyi altında. Heç nə qaydasında deyil. Düz deyirsən. Heç nə qaydasında deyil. Necə ümid edə bilərik ki, U21 yığması əslində çox yaxşı, həqiqətən Ayxan Abbasovun gəlişindən sonra. Zaten Ayxan Abbasov çox yaxşı məşqçidir, yerlilərlə yaxşı işləyir, bilir də psixologiyasını. U21 yığmasında üzvləri nə qədər desək ki, Şamaxı gələn sezon baza ola bilər, yığmanın bazası, yenə də orada legionerə dəvət olunacaq. Yəni buradan legioner limiti yığışdırıldı. Fernando Santos ölkə futbolu üçün hardasa həlledici deməyim, amma önəmli bir qərar verilib də. Legioner limiti yığışdırılıb. Bu, yəni Avropa çempionu adam elə necə deyim, sıradan bir məşqçi kimi deyir ki, zaman göstərəcək. Bu zaman göstərəcək bilir ya, bu sən necə bir xüsusi bir şey demirsən, amma sən Avropa çempionusan. Sən bir söz deməlisən ki, məncə doğru qərar deyil, məncə yaxşı qərardır. Bəlkə valla yəni mən həmişə deyirəm ki, bəlkə kimsə məntiqli söz deyəcək, mən məsələn fikrimdən daşına bilərəm. Amma görsəm ki, məntiqli danışır. Fernando Santos belə bildirir ki, zaman göstərir. Zaman göstərəcəyi sən deməməlisən. Zaman göstərəcəyi sıradan bir məşqçi deməlidir. Nə bilim, kimsə deməlidir, amma Fernando Santos bu cür önəmli bir qərara, hansı ki Azərbaycan milli komandasına da təsir edən bir qərardır bu. Yəni ona bir açıqlama vermək istəmirsə, zaman göstərəcəyim. Bilmirəm, yəni Fernando Santos məncə Fernando Santosla yəni heç nə eləsi deyilik. Zaten heç nə eləsi deyildim. Həqiqətən bilsən belə təkəbbür olmasın əslində, amma mən həqiqətən dəfələrlə görürəm ki, doğrudan bizim futbol jurnalistləri, idman jurnalistikası həqiqətən çox savadlıdır. Proqnozları da düz çıxır. Bax Debiazin heç nə olası deyildi. 5 dənə qələbə qazanmışdı.
hər dəqiqə onu deyirdi ki, 5 dənə qələbə qazanmışam. Amma bizdə deyirdik ki, bu 5 dənə qələbə yalançı qələbədir. Yəni yalançı nə mənada? O iki futbolçuların haqqına girmək, qalib gələ bilər. Amma Slovakiya lazım idi mi o qələbə? Yox, lazım değildi. Yeni nəsil gəlirdi, dəyişirdi. Udan idin Slovakiyanı. Həmin qələbə çox da müddət keçmir, 1 il keçmişdi. Bakıda udardın da 3-1 uduzduq. İsveçi udduq 3-0. O ki super qələbə idi. Emin Mahmudovun gözəl qolu var idi. Həftənin qolu seçildi səhv eləmirəmsə. Onda belə deyirdik ki, yəni qələbədir, amma bu İsveçə lazım deyil. Hə, biz həqiqətən qalib gəlmişdiksə, yenə Bakıda uduzduq da. Özü bəxtimizdən, yəni taley də elə fırladır ki, belə, yəni fırladı belə gətirir ki, bizim yalanlarımız çıxır ortaya. Yəni məsələn Can Debiyaz alladırdı və gördün o 5 dənə qələbə heç nəyə, yəni kömək eləməyəcək bir qələbədir. Okay, Azərbaycan millisinə FIFA reytinqində təsir elə bilər, amma yəni o yalançı qələbələr idi. Ona görə məncə Bacani Debiazdə də deyirdi ki, heç nə yoxdur. İndi Fernando Santos gələndə də bildirdi. Beşiktaşdan yəni belə də Beşiktaşın güclə yola saldığı bir baş məşqçi idi. Yəni Santos heç nə eləyəsi deyil. Üstəlik bizim milliyə Santos, Can Debiaz lazım deyil. Bizim futbolçular nə vaxt yüksək səviyyəli liqalarda oynayarlar, onlara bir təcrübəli, o ki Avropa çempionu olmuş bir məşqçi gətirərsən, onlara necə deyim sənə, yəni daha yuxarı zirvələrə getmək üçün milli səviyyəsində yol göstərsin. Amma bugünkü gündə bizim futbolçularımız Premyer Liqada oynayır. Santos, Fernando Santos təsəvvürlə doğrudan heç nə yalan deyil. Futbol elə bir şeydir ki, göz önündədir. Fernando Santos il yarımdan sonra tanıyıb ki, bizim futbolçular hücum futbolu oynaya bilmir. Hücum eləyə bilmir. Bu il yarıma bunu dərk eləyibsə, bunu bilibsə, 3+1 də səhv eləmirəmsə, il yarımdan sonra bu bir müdafiə olunmağı öyrədəcək. Nəticə nə olacaq? Azərbaycan futbolu yazıqdır, Allah haqqı. Yəni Azərbaycan futbolunda amma ən əsas məsələ mən bildirmək istəyirəm ki, bizim problemimiz yəni Santosla bağlıdır deyə düşünsə, yəni çox özümüzü aldatmış olarıq. Yəni Santosla bağlı deyil. AFFA-nın görməli olduğu işlər var. AFFA eləməlidir. Bütün futbola cavabdeh qurum hansıdır AFFA. Yəni futbolumuz bu gündə isə birbaşa AFFA günahkardır. Yəni sistemi elə qurmalıydılar ki, yəni bu cür olmasın. Hə, belə deyəndə deyirlər ki, biz futbolçu yetişdirməliyik. Yəni biz klubu futbolçu yetişdirək. Mən yəni maraqlı deyil. Yəni məsələ odur ki, necə deyim sənə, təhsildə məsələn problem varsa Təhsil Nazirliyi cavabdehdir. İdmanda problem varsa İdman Nazirliyi də harasa cavabdeh. Futbolumuza cavabdeh qurum AFFA-dır. Futbolumuzun bu durumda olması, yəni elə bir sistem qurmalıydılar ki, elə bir strategiya qurmalıydılar ki, futbolumuz, millimiz bu durumda olmasın. Və uşaq yaş çox danışdım, üzrlüsə, bunu da qeyd edim. Ən əsas məsələ A milli komandaya milyonlar verib baş məşqçi gətirməyə ehtiyac yoxdur. Vallahi billah doğrudan yoxdur. Yəni bu çox səhv bir addımdır. Bəlkə də Azərbaycan milli buyur. Uşaq futbolumuz yəni nə gündədir günah. Sən bir də arada gedib baxmaq lazımdır. Elə onlar yəni AFFA-dakilər gedib baxmalıdır. Mən də məsələn baxıram da hansı stadionlarda keçirirlər, hansı toplarla bir müddət əvvəl yadındadır. Həmkarımız Mirəli Həsənli paylaşmışdı o top məsələsini. Hansı durumdaydı o top? Daha bir saat sonra yeni bir top gəldi. Yəni bunu paylaşmaq lazım idi. Buna siz əgər yəni nəzarət eləmirsiniz, yəni bilirsən bizim büdcəmiz olmaya, bizim yəni necə deyimsə perspektivimiz olmaya o ki, biz yəni Azərbaycan xalq olaraq hər bir işi yəni bacarıqlı şəkildə yerinə yetirə bilən xalqıq da. Yəni bu işi də biz yerinə yetirə bilərik. Sadəcə bunun üzərində ciddi işləmək lazımdır. Həqiqətən problemləri aradan qaldırmaq lazımdır. Stadionlar, nə bilim akademiyalar, bunları eləmək lazımdır. Bu problemlərin aradan qaldırılması üçün strategiya yazılıb ki və yenə də gözləyəcək Santos demiş. Gözləmək lazımdır ki, strategiyanın nəticəsi necə olacaq? Legioner limitinin ləğvi kimi. Bəlkə deyirəm Azərbaycan milli komandasına Santosun gətirilməsində əsas məqsəd bu olub ki, mətbuat konfransında sual ünvanlamışdım. Qalib ruhunu formalaşdırmaq üçün qələbə qazanmaq lazımdır. Bəlkə Azərbaycan milli komandasına da çempion gətiriblər ki, bir Avropa çempionu ruhu formalaşsın. Mən elə bildim sən öz sualını Fernando Sancho verdiyin sual deyirsən ki, biz də bəlkə Zambiya ilə oynayaq, Grenada ilə oynayaq. Avropa çempionu ya gəlib qolları vurası deyil. Yəni məncə bilmirəm, bəlkə də deyirəm, həqiqətən bir kömək üçün gətiriblər Santosu, AFFA. İndi belə deyirəm, bəlkə onlar da yəni əlacsız qalıblar ki, bəlkə Santos gəlsin, nəsə eləsin, amma nə bilim, o bəlkələr səhv bəlkələrdir. Yəni bizə Santos lazım deyil. Santos bizə necə gələ bilərdi? Necə ki indi eləyirəm məsləhətçi kimi. Bir məsləhətçi kimi gələ bilərdi. Nə bilim, AFFA prezidenti müşaviri kimi gələ bilərdi. Yəni enerjili bir məşqçi olmalıdır bizim kimi ölkələr üçün. Daha sonra və yenə deyirəm, biz Fernando Santosdan çox danışanda
Okey, bu da onsuz da Affaya gedib çıxır. Yəni Affan verdi qərarı, amma bizim problem yəni Santuş deyil. Bu milli komanda ilə bəli, aşağı yuxarı bəlkə mübarizə aparıb nəsə eləyə bilərik, yerli bir baş məşqçi, amma ya bu nəsil onsuz da gedib də, yəni. Okey, gənclər oynayır, amma yəni o qədər yüksək səviyyədə yetişdirə bilmədik də bu futbolçularda ki, çıxsınlar, sistem yaramasa belə, yəni oyunun sistemi yaramasa belə futbolçular öz fərdi keyfiyyəti, ustalığını nəsə elə bilsinlər, o da yoxdur. Bizdə o da yoxdur. Ona görə məncə ancaq aşağı yaş qruplarına fikir verməliyik. Nə bilim, həqiqətən doğru vicdanlı şəkildə işləməliyik ki, yeni uşaqlar çıxsın. Bütün il boyu turnirlərdə olmalıyıq. Yığma komandalarımız bütün il boyu turnirdə olmalıdır. Yəni bu təcrübə, məsələn 15 liqasında futbolçu oynayır. 15 liqasında futbolçular nə öyrənəcək ki? Və yaxud da hansısa bir 15 liqasının qalibini Afgan eləyir. Heç nə eləmir, yəni pul yardımı eləmir, heç bir şey eləmir. Yəni bildiyim qədərli elədir də. Ən azından heç olmasa qalib olan komanda var. Ən azından o komandaya elə misal çəkirəm, İsveçdəki bir turnirə hədiyyə olaraq da belə deyək, İsveçdəki turnirə gedəcək. Belə bir Avrokubok deyil, yəni hədiyyə olaraq da, yəni mükafat olaraq hədiyyə belə çox çıxır. Beynəlxalq təcrübə artsın. Türkiyədəki turnirə göndər, Kartepedə bir turnir var. İzmitdə bir turnir var, İstanbulda bir turnir. Bu cür şeylər eləmək lazımdır. 15 liqasında futbolçu nə təcrübə öyrənəcək? Yəni bizim Premyer Liqamızın səviyyəsi o deyil. 15 liqasında futbolçumuz necə inkişaf eləyəcək? Daim mənə elə gəlir ki, daim futbolçularımız beynəlxalq turnirlərdə olmalıdır. Göndər Gürcüstana. Bir müddət əvvəl Qarabağ getmişdi Gürcüstana. O çox səviyyəli komandalar vardı. Dinamo Tbilisi, yəni Bavariya filan çox güclü komandalar vardı. Genoa'ya qədər rəqiblərə baxdım ki, bunlar necə gətiriblər Gürcüstana. Görünür ki, Xviça Kvaratskhelia, Gürcüstan Avropa çempionatı, Mikhail Tadze, bu şeylər Gürcüstana olan diqqəti də artırır. Azərbaycan milli komandaları ilə bağlı yekunlaşdıraq və keçid eləyək biraz Azərbaycan çempionatına. Yenə də Azərbaycan milli komandasının üzvündən danışacağıq. Dünən əsas mediada diqqət mərkəzində olan, gecədən etibarən diqqət mərkəzində olan xəbər Nəriman Axundzadə ilə bağlı oldu ki, o da deyilir ki, Molde klubu Nəriman Axundzadə üçün Qarabağa təklif göndərib, lakin məbləğdə razılaşmayıblar və Qarabağ geri çevirib təklifi və bundan sonra da Molde əlaqə saxlamayıb. Hətta deyilmişdi ki, Nəriman Axundzadə artıq Norveçdədir, lakin bu da həqiqətləri əks etdirmir. Nəriman Tovuzdadır, sabahki Toronto Qarabağ qarşılaşması üçün. O həqiqətən də dünən elə mən də axşam saatlarında çox maraqlı xəbər oldu. Çox maraqlı oldu. Bir anda yəni gündəmi zəbt edən xəbər oldu. Həm də ki, son vaxtlar elə Nəriman Axundzadə də gündəmdə olan futbolçudur. Oyundan sonra biraz Azarkeşin ondan narazılığı var idi. O video ilə də gündəmə gəlmişdi. Mənim üçün çox həm sevindirici, həm qəribə bir transfer xəbəri idi. Sevindirici o idi ki, hər bir Azərbaycan futbolçumuz, yəni xarici kluba, Molde həqiqətən də yaxşı bir klubdur. Mənə görə yəni Avropaya addım atırsansa Molde, Skandinaviya çox əla bir addım idi. Qəribə o idi ki, yəni Molde nəcəb, yəni Nəriman Axundzadəni transfer etməsi. Daha sonra fikirləşdim ki, yəni o biraz statistikası çox yaxşıdır. Gəncdir, milli komandada oynayır, Qarabağda oynayır, Qarabağda statistikası çox yaxşıdır. Yəqin ki, bunlara baxıb transfer etmək istəyiblər bir və yaxud da nə bilim Braqaya vurduğu qol diqqətləri 2024-cü ilin fevralında üstündən yenə bir ildən çox vaxt keçib. Səudi Ərəbistanı klublarda yəni iddialar var ki, onlar da istəyir Nəriman Axundzadə. Ola bilər Braqaya vurduğu qolda qoldan sonra diqqətləri çox cəlb eləyib. İstənilən halda getməsi çox yaxşı bir addım olardı. Nəriman Axundzadəni nə qədər tənqid etsək də mən elə fikirləşirəm, məsələn oraya gedəsi olsaydı alındıra da bilərdi. Yaxşı bir kollektiv. Yəni mən fikirləşirəm, məncə yəni orada inkişaf da eləyə bilərdi. Amma indi mən bildiyim qədərilə yayda yenidən bir Qarabağa təklif edəcəklər. Çünki bu günlərim artıq yəni bu günlərim transfer pəncərəsi bağlandı, Norveçdə bağlanır. Böyük ehtimalla yəqin getməyəcək. Dediyim kimi artıq Tovuzdadır. Tovuzun oyuna hazırlaşır, Tovuzun oyuna. Amma yəni dediyim kimi yaxşı bir transfer olardı. Yəni o transfer reallaşsaydı mənim üçün çox, yəni mənim üçün yox, yəqin çoxumuz üçün sevindirici bir transfer olardı ki, Azərbaycan futbolçu Molde, hansı ki dünya futboluna Erling Haaland kimi futbolçunu bəxş eləyib də, belə deyək. Sırf oradan hamı Haalandı tanımış oldu 16 yaşında. Yəni maraqlı bir transfer olardı. Ümid eləyək ki, ya bu qış olmasın, yayda olsun.
Azərbaycan Premyer Liqasında, Misri Premyer Liqasında 28-ci turun qarşılaşmalarına da sabahdan etibarən start veriləcək. Bəzi qarşılaşmalar var. Turan-Tovuz Qarabağ, Neftçi Araz Naxçıvan, Sumqayıt Sabah, Kəpəz Səbail, Zirə Şamaxı. Bu qarşılaşmalar arasında ən diqqət çəkən məqam Kəpəz və Səbail komandaları arasında keçiriləcək görüşdür ki, turnir cədvəlində komandalar arasında bir 5 xallıq fərq var və bu fərqin aradan qalxması üçün bu cütün qalibi belə deyək, həll rolu oynayacaq. Və eyni zamanda da Elvin Məmmədov üçün ilk sınaq olacaq Səbail komandasında. İkinci dəfə sınaq, belə deyək. İkinci dəfə sınaq, Turan-Tovuzla 1-1 oynamışlar. Həmin oyunda həqiqətən Səbail çox yaxşı futbol oynamışdı. Premyer Liqanın artıq belə deyək, yenidən biraz gəldi elə öz çempionatımıza, kəndə qayıtdıqdan belə deyək, milli komanda səviyyəsində heç də yaxşı nəticələr qazanmadıq. Artıq yenidən fokuslanmaq lazımdır. Əslində biz də doğrudan futbolçular kimi elə yaşayırıq. Milli komandaya fokuslanırıq, daha sonra indi çempionata fokuslanırıq. Bütün oyunlar məncə sona qədər həqiqətən çox maraqlı keçəcək. Premyer Liqanın yəni bu sezonu mənim üçün çox maraqlıdır. Hər sezon elə olur, amma bu mövsüm xüsusilə də hətta bəzi söhbətlər var ki, yox sonuncu pillə düşməyəcək, amma AFFA-nın açıqlamasından sonra ki, yox sonuncu pillə düşəcək filan. Ondan sonra daha da gərgin mübarizə başladı. Səbaili gəldikdə isə mən Səbailin Şamaxı ilə evdəki oyunu var 2 tur öncə 0-2 hesabı ilə uduzdular. Həmin oyunun həlledici olduğunu düşünürdüm Səbail üçün. Yəni həmin oyunda qalib gəlsəydilər addım atmış olardılar, amma həmin oyunda da uduzdular. Daha sonra Zirəyə uduzdular. 3 tur öncə idi Şamaxı oyunu. Daha sonra Zirəyə uduzdular. Son turda da Neftçi uduzdular. Yəni bu məğlubiyyətlərdən sonra yəni Səbailin Şamaxı ilə oyunda çox mən iddia edirdim. Hətta həmkarlarımıza dedim ki, yox Səbail bu oyunda qalib gələcək və geri dönüş eləyəcək, amma 3 oyunu dalbadal uduzdular. Deyim ki, çox bərbad oynayırlar, yox. Hətta pisdir, bərbad, lap ağırsızdır. Yəni pis oynamırlar. Epizodları da olur elə Neftçinin oyunda. Son dəqiqədə hətta 2-2 eləyə bilərdilər. Yəni amma Elvin Məmmədovun üstünə bir yük düşür ki, belə deyək, Cavid Hüseynov komandanı parçalamasa belə o problemləri ortaya çıxardı və bir də o media düzdür sakitləşdi bu arada. Bəlkə də milli fasilə olan dövrdə, amma yenə də toplamalıdır yenidən bir araya. Ayson necə ki, milli komanda o Səbaildəki söhbətləri biraz sakitləşdirdi. İndi də çempionat və millidəki biraz yadımızdan çıxardacaq. Millidəki söhbətdə aşağı düşəcək. Səbail yəni nə bilim Elvin Məmmədov komandanı çox yaxşı tanıyır. Bu komandada işləyir, bu klubda işləyir elə 19-da baş məşqçi səhv eləmirəmsə. CSKA-da yadıma gəlir. O vaxtda xəbərdə yazmışdım. CSKA-da təcrübə keçmişdi. CSKA Moskva klubunda. Yəni yaxşı bir məşqçi olduğunu, potensiallı məşqçi olduğunu da hamı tez-tez deyir. İndiki məqamda yəni komandanı bu durumdan çıxarda bilsə, yəni Premyer Liqada saxlasa, bu həqiqətən öz karyerası baxımından da, reputasiyası da baxımından da möhtəşəm bir şey olacaq. Yəni çox çətin durumdadır Səbail. Yəni inanmıram ki, bu durumdan sonra çıxa bilsin Səbail. Amma dediyim kimi 9 tur var. 27 xal eləyir, az deyil. Amma sadəcə vəziyyətə baxırsan da, yəni ola bilər 27 xal, amma bunların neçəsini sən qazana biləcəksən, rəqibin qazana biləcək. Məsələn Kəpəzdir, daha sonra Sumqayıt, Şamaxı. Bu komandaların vəziyyəti arasında daha yaxşıdır elə bir. Həm məsələn bəzən bərabərə qalırlar, bəzən qalib gəlirlər. Burada məsələn Sumqayıt uzun müddət tuta bilmədi, amma son 2 oyunda qalib gəlir. Yəni o çətin durumu aşa bildilər, amma Səbail hələ də o çətin durumu aşa bilmir. Böyük ehtimal milli fasilə onlar üçün çox böyük kömək olmalıdır. İndi necə olacaq artıq onu oyunlar göstərəcək. Amma məncə mübarizə, yəni heç bir komanda mübarizədən, Səbail bu durumda belə mübarizədən qopmayacaq. Sona qədər mübarizə aparmalıdır. Çünki qopsa zaten artıq düşmüş olacaq. Qopmamaq yəni özləri üçün daha yaxşıdır ki, sona qədər mübarizə aparmaq lazımdır. Xal fərqi elə də böyük deyil. Kəpəzlə oynayırlar. Yəni əsl bir erkən finala oxşuyur. Yəni bu oyunda böyük ehtimalla bu oyunda Səbail qalib gələcəyi təqdirdə böyük bir irəli addım atmış olacaq. Yox, məğlub olacağı təqdirdə yenə təkrar edirəm. Yəni ondan sonra 8 tur qalacaq. Yenə mübarizə davam edəcək, amma yəni artıq oyunda da əsas rəqibə də uduzandan sonra, yəni daha sonra sən kimi udacaqsan ki, ona görə həqiqətən o oyunun məsuliyyəti, əhəmiyyəti çox böyükdür.
Salam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və bu həftə bizi Beşiktaş Qalatasaray derbisi gözləyir. İstanbul derbisi 29 mart tarixində baş tutacaq və əsas diqqət çəkən uzun müddət bu məsələ idi ki, oyuna əcnəbi hakim təyin olunacaqmı, olunmayacaqmı? Bu da özünü dünən tapdı, öz cavabını dünən tapdı. İstanbul derbisi Yasin Kola həvalə olundu. Türkiyə ilə hakimə. Ki maraqlı idi ki, mən bir açdım transfer marketdə bu hakimin son oyunlarına baxdım, hansı qarşılaşmaları idarə eləyib. Çox ciddi görüşləri yoxdur. Məsələn, UEFA qarşılaşmalarına təyinat almayıb və Türkiyə 1-ci liqasında, ən sonuncu olaraq Türkiyə 1-ci liqası qarşılaşmasını idarə eləyib. Çox maraqlı bir addımdır, qəribə bir addımdır, amma bayaq danışdığımız kimi mən elə fikirləşirəm ki, ona görə 1-ci liqadan hakim gətiriblər ki, yəni Türkiyədə artıq çox qarşılıq var Türkiyə futbolunda. Bir hakimə deyirlər Beşiktaşa, üzr istəyirəm ifadəmə görə, Beşiktaşa işləyən hakimdir, o birisində Fənərbağçə, bu birinə Qalatasaraya işləyən hakim. 1-ci liqadan məncə gətiriblər ki, yəni bu hakim yalnız 1-ci liqanı idarə edir. Daha bir təmiz, neytral hakimlik olacaq. Amma sənin də qeyd elədiyin kimi böyük ehtimal səhvlər də olacaq. İndi VAR-la necə əlaqə quracaqlar ki, VAR imkan verməsin, səhvlər reallaşsın, səhv eləyə bilər, amma VAR var da. Yəni verəcəyi bir qərarlar. Digər tərəfdən istənilən halda yəni Türkiyə Amatör Liqasından, Bal Liqasından hakim təyin eləyərəm, nəinki xarici yəni gətirməkdənsə mən Türkiyə hakim, yəni Türkiyə çempionatında, çünki Slavko Vinčić Fənərbağçə Qalatasaray derbisini idarə elədi. Okey, xüsusi bir derbidir. Dünyanın ən yaxşı derbilərindən biridir. Oyun cəhətdən məncə yəni heç bir möhtəşəmliyi yoxdur. Amma ajotaj, atmosfer, mübarizə baxımından hə. Amma meydandakı oyun baxımından mənə görə o qədər də möhtəşəm derbi deyil. Amma dediyim kimi ajotajı superdir. Yəni o oyunu məsələn Slavko Vinčić idarə eləməsi digər Superliqada olan digər komandalara qarşı məncə hörmətsizlikdir. Elə idi və həqiqətən də maraqlıdır ki, niyə Türkiyə Futbol Federasiyası bu qərarı qəbul edib? Belə deyək, Türkiyə Futbol Federasiyasını Qalatasaray yönümlü olmaqda ittiham edirlər və bu dəfə elə bil Fənərbağçanın bu istəyini qəbul elədilər ki, biz Qalatasaray tərəfdarı deyilik, yenə də dırnaq arasında bunu deyirəm. Bu iddialardır, ittihamlardır Fənərbağça azarkeşləri tərəfindən. Yəni bu məsələdə belə deyək, birincisi səhv addım atdılar ki, Fənərbağça Qalatasaray Fənərbağça qarşılaşmasına əcnəbi hakim gətirdilər və birincisi öz hakimlərinə qarşı səhv addım atdılar. O etimad göstərmədiklərini nümayiş etdirmiş oldular və digər məsələdə digər komandalara qarşı bu ədalətsizliklərini göstərmiş oldular bu addımdan sonra. Məncə də elədir. O TFF-nin Qalatasaray yönümlü, Fənərbağçə yönümlü, Beşiktaş yönümlü olması həqiqətən bəzən düşünürəm ki, bir ruha dönüb o öyrənmək istəyərdim, bilmək istəyərdim ki, o söhbətlərin içində olmaq istəyərdim ki, sadəcə marağımdan görüm doğrudan TFF, yəni kimsə deyəcək də orada, biz TFF-nin rəhbəri deyəcək ki, yanında oturana məclis zamanı deyəcək ki, ikili söhbətlərdə biz Qalatasaray yönümlüyük ya deyəcək Fənərbağçə yönümlüyük. Çünki bu söhbətlər mən yəni uşaqlıqdan müsahibələrə də baxaraq oyun sonrası Qalatasaray klubundan məsələn hansısa bir rəsmi şəxs çıxır deyir ki, hakimlər Fənərbağçə işləyir və yaxud da deyir ki, bizi hakimlər yəni imkan vermədilər qalib gələk. Eyni proses gedir. Fənərbağçə Sivassporla oynayır. Fənərbağçanın rəsmisi çıxır deyir ki, hakimlər yəni ittiham edir Qalatasaray işləməkdə və deyir ki, TFF belə bizə qoymurlar. Penaltimizi vermədilər. Sabahsı gün Beşiktaş oynayır Alanyasporla. Yəni bunların ritm belədir. Yəni bunlar bu cür eləməsələr, yəni hər oyundan sonra bu cür açıqlama verməsələr, gündəmdə olmayacaqlar. Həm gündəm olmaya bilər, həm də fikirləşə bilərlər ki, ayda bu gün bunu demədik, ola bilər bizdən şübhələnirlər. Qoy bunu deyək də. Yəni elə salam vermək kimi bir şeydir o. Salam, bu gün hakimlər bizə imkan vermədilər. Yəni bu nə bilim, bu çox məntiqsiz bir şeydir, amma adamlar yəni bu cür addımlarla, bu cür açıqlamalarla yəni hansı səviyyəyə gətirir də futbolların. Yəni futbol orada həqiqətən bir müharibə kimidir. Yəni möhtəşəm bir durumdadır Türkiyə futboluna sevgi baxımından, futbola olan sevgi baxımından. Yoxsa məncə yəni Superliqanın oyunlarında məsələn baxıram, yəni lap olsun Kasımpaşa ilə Göztepe oynayır. Yəni baxdığın oyun var. Əslində ötən derbini də buna misal çəkmək olar ki, əcnəbi hakimin gəlməsi ilə o
belə deyək, təzyiqi biraz yatırtdı və Təzyiq baxımından ola bilər, hə. Amma oyunu da pis idarə eləmədi, Günay. Yəni çox yaxşı idarə elədi. Yəni və gözlənilən nəticə qırmızı vərəqə olmadı, qolsuz bir heç-heçə qeydə alındı. Belə deyək, wow effekti olmadı. Neçə gün danışılmadı oyun barədə, o oyundakı baş verənlər barədə. Amma Mourinho. Və Mourinho oyundan sonra yəni danışmayacaqdılar, oyun danışılmayacaqdı sən dediyin kimi. Çünki bir səhv amma Mourinho'nun o məsələn manki ifadələrindən sonra danışdılar. Bunu istədim, prosta xatırladım. O da düzdür və bəlkə sözümü buna gətirmək istəyirdim ki, həmin əcnəbi hakim də görüblər ki, o effekti vermədi. Yenə yerli hakimi gətirək və o səhvlər eləsin və bir neçə gün həm Azərbaycanda da gündəmdə qalar, ölkəmizdə də gündəmdə qalar. Ola bilər, bəzən elə bir ssenarilər yazılır ki, bizə çox səmimi gələ bilər ki, burada nə var ki, amma sən demə onun altında çox şeylər varmış. Ola bilər, yəni o da maraqlı fikirdir. Amma yəni istənilən halda mən elə fikirləşirəm ki, və Türkiyə futbolunun futbol cəhətdən, nə bilim, taktika, texnika, yanaşma, yəni bu səviyyənin, yəni oyun cəhətdən, futbol cəhətdən, yəni o qədər yüksək səviyyədə olmamasını biz Avrokuboklarda, yəni Türk klublarının ifasında Avrokuboklarda görürük. Yəni Fenerbahçe, Galatasaray, Beşiktaş. Sadəcə onlarda millət, yəni Türk milləti futbolu çox sevir. Böyük bir sevgisi var oyunlara. Yəni onlarda artıq belə deyək, ailələrdə görsən də hətta Fənərlisən, Galatasaraylısan, bu böyük önəm kəsb edir. Yəni sadəcə belə bir qanlarına işləyib o futbol məsələsi. Yoxsa o meydanda oynanılan oyunlar var, Superliqanın oyunları. Yəni məncə o qədər də yüksək səviyyəli oyunlar deyil. Bu qarşılaşmaya gəlincə Beşiktaş Qalatasaray derbisi üçün təxminin nədir? Əslində təxmin başqa vaxt bəlkə soruşsan fikirləşərdim ki, Beşiktaş məncə udacaq Qalatasaray, qalib gələcək Qalatasaray. Çünki baxmayaraq ki, Qalatasaray çempionluğundan mübarizədədir, Beşiktaş son vaxtlar daha yaxşı durumdadır. Ümumiyyətlə o Beşiktaş Neftçi oyununda həmin stadionda da olmuşuq. O stadion doğrudan qəribə stadiondur. Azarkeşlər bir an belə durmur. Türkiyənin bütün stadionları elədi, amma Beşiktaş azarkeşləri özündə bilirsən. Yəni hətta bunu çox adamlar deyib, Liverpoolun əfsanəsi Steven Gerrard da bildirmiş. Yəni o stadionlarda Beşiktaş azarkeşin qarşısında oynamaq çətindir. Sırf oyuna gəldikdə isə biraz çox çıxdım mövzudan. Mən elə fikirləşirəm ki, nə qədər də çətin olsa da, məncə Qalatasaray nədənsə elə fikirləşirəm. Yəni son oyunlar özə istənilən səviyyədə oynamır. Sadəcə Victor Osimhen var deyənə komanda qələbəni elə boğurlaya bilir rəqiblərindən. Məncə çətin olsa da Qalatasaray səfər meydançasında qalib gələcək. Təşəkkürlər Mir Bağırağa. Bugün gəldiyin üçün və maraqlı söhbətin üçün. Çox sağ ol. Bir saat ərzində Ofsaydı dinlədi. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Salam Radio 93 FM-də Ofsayda düşməyi unutmayın. Hələlik.